Vaxtınız xeyir olsun YouTube kanalımın hörmətli izləyiciləri. Mən məzuniyyətin hesablaması ilə bağlı izah göndərmək istəyirəm, yükləmək istəyirəm YouTube kanalıma sizlər üçün. Çünki bununla bağlı həddən artıq çox sual var, çox müraciət var. Ən əsas da bu il. Keçən il də belə suallar çox olurdu bu dövrlərdə, amma bu ildəki ümumiyyətlə çox sual var. Belə ki, katibələrdir, laborantlardır, kitabxanaçıdır, təsərrüfat müdürüdür. Bunlar bəzən öz məzuniyyətlərini müəllimlərin məzuniyyəti ilə eyni müqayisə edirlər. Yəni onların məzuniyyəti ilə eyni hesablayırlar, amma bu belə deyil. Çünki məzuniyyətin günündən asılıdır. Sonra müəllimin məsələn aylıq əmək haqqı fərqli ola bilər, onda da fərq eləyir əmək haqqı. Ola bilsin ki, tutaq ki, may ayında, iyun ayında iki müəllimin ikisinin də eyni dərs saatı var. Amma bəs əvvəlki ayları da nəzərə almaq lazımdır. Ona görə də bu məzuniyyətin hesablaması ilə bağlı istədiyim izah göndərəm sizlərə. Maddə 140-da məzuniyyətin hesablaması ilə bağlı açıq, aydın deməli məlumatlar göstərilir. Məzuniyyət, əvvəlcə biz bilməliyik ki, bir işçi gərək 6 ay işləsin ki, onun məzuniyyət hüququ yaransın. Bu öz yerində. Bəs hesablanma necədir? Hesablanma 12, məsələn, əvvəlki 12 təqvim ayının əmək haqqısını, deməli, o 12 təqvim ayının orta əmək haqqını tapmalıyıq ki, biz düzgün hesablama əldə edə bilək. Hesablamanın düsturu necədir? 12 təqvim, əvvəlki 12 təqvim ayının əmək haqqını hesablayırıq. Çünki ola bilər ki, əvvəlki aylarda fərqli əmək haqqları olub. 12 təqvim ayının əmək haqqısını topladıq və 12-yə böldük. Bununla orta aylıq əmək haqqının məbləğini tapdıq. Həmin məbləği 30,4-ə böldük. 30,4 nədir? Təqvim günlərinin orta illik miqdarıdır. 30,4-ə böldük və bu yol ilə də bir günlük əmək haqqının məbləğini tapdıq. Əgər bu müəllimdirsə də məzuniyyətə çıxan, həmin tapdığımız məbləği 56-ya vururuq. Bununla da məzuniyyətimizi hesablamış olduq. Amma bu laborantda, katibədə, kitabxanaçıda, təsərrüfat müdürlüyündə belədirmi? Xeyr, onlarda məzuniyyət günü fərqlidir. Hesablama düsturu eynidir, amma məzuniyyət günləri fərqlidir. Məsələn, kitabxanaçı, laborant, təsərrüfat müdürü 30 gün çıxır məzuniyyətə. Əsas məzuniyyətin müddəti 30 gündür. Düzdür, bunlara əlavə məzuniyyət də verilir. Əlavə məzuniyyət necədir? Elə mən hal-hazırda izaha başlamaq istəyirdim ki, mənə zəng gəldi, bizdə hazırlaşan, məndə hazırlaşan müdavimlərdən artıq təyinat alıbdır. Deyir ki, mənim 3 evladım var, birinin 13, birinin 9, birinin 8 yaşı var, kitabxanaçıdır. Mənim deyir, məzuniyyətim 30 gün verilib mənə məzuniyyət. Bu düzgündürmü? Əlbəttə ki, düzgün deyil. İndi izah eləyəcəm niyə. Baxın, 21 gün, bir də 30 gün. Əslində bununla bağlı mən çox izahlar vermişəm, amma məzuniyyəti izah edərkən, məzuniyyətin hesablamasını izah edərkən mən yenə də bunu izah eləməliyəm. 21 gün, bir də 30 gün. Kimlər məzuniyyətə çıxırsa da, bunların əlavə məzuniyyətləri də olur. Əlavə məzuniyyətlər staja görə, bir də uşağa görə verilir. Bəs müəllimlərə məzuniyyət verilirmi? Əlavə məzuniyyət verilirmi? Xeyr. Baxın, ona görə vurğulayıram. 21 gün, bir də 30 gün. Kimlər məzuniyyətə çıxırsa, əlavə məzuniyyət bunlar üçün hesablanır. Təsərrüfat müdürüdür, kitabxanaçıdır, laborantdır. Bunlar 30 gündür. Bunların əlavə məzuniyyəti də olmalıdır. Staja görə və uşağa görə. Staja görə əlavə məzuniyyət 5 ildən sonra hesablanır. Məsələn, bir işçinin ən az 5 il stajı olmalıdır ki, ona staja görə əlavə məzuniyyət hesablansın. Bu necədir? 5 ildən 10 ilə qədər stajı varsa da 2 təqvim günü əlavə məzuniyyət verilir. Yəni 30 gündürsə də 2 gündə üzərinə gəlir 32 gün. 10 ildən 15 ilə qədər stajı varsa da 4 gün əlavə məzuniyyət verilir. 15 ildən çox stajı varsa da 6 gün əlavə məzuniyyət verilir. Deməli,
30 gün əsas məzuniyyətidir. Kitabxanaçıdırsa da, laborantdırsa da, təsərrüfat müdürüdürsə də. 17 ildə stajı varsa da 6 gündə əlavə məzuniyyət. Deməli, cəmi 36 gün məzuniyyətə çıxmış olur bu insan. Əgər yox, bunun 2 il stajı varsa, 1 il, 3 il, 4 il stajı varsa da o zaman staja görə əlavə məzuniyyət verilməyəcək. Amma ola bilər ki, 3 yaş, üzr istəyirəm, 14 yaşına qədər 2 uşağı var. 14 yaşına qədər 2 uşağı varsa da 2 gün əlavə məzuniyyət veriləcək. Məsələn, 3 il stajı var. Staja görə əlavə məzuniyyəti verilmir, amma öhdəsində 2 uşağı var. Bu zaman 14 yaşına qədər, burada yaş da əsas faktordur, nəzərə alınır. 14 yaşına qədər 2 uşağı varsa da 2 gün əlavə məzuniyyət veriləcək. Əgər 14 yaşına qədər 3 və daha çox uşağı varsa da, bu zaman 5 gün əlavə məzuniyyət veriləcək. Deməli, 30 gündürsə də 5 gündə uşağa görə əlavə məzuniyyət olur 35 gün. Öhdəsində əlil evladı varsa da yenə 5 gün əlavə məzuniyyət veriləcək. Bu, uşağını tək başına böyüdən kişilərə də şamil olunur bu dediklərim. Bir də ki, məsələn, dedik kitabxanaçı, laborant, təsərrüfat müdürü bunlar 30 gündür. Ola bilsin ki, katibə məsələn maraqlanır məzuniyyətindən bağlı. Katibələrdir, məktəbdə ümumiyyətlə katibədir, sonra xidmətçilərdir, fəhlədir, bağbandır, gözətçidir, dalandardır. Ümumiyyətlə məktəbdə ya dalandar olur, ya bağban. Deməli 1,5 hektardan az ərazisi, yaşıllıq ərazisi azdırsa da bu zaman dalandar, çoxdursa da bağban olur. Yəni fərqi yoxdur. Bunların hamısında əsas məzuniyyət 21 gündür. Staja və uşağa görə bayaq dediyim, qeyd elədiklərim bunlara da aiddir. Eynən bu şəxslərə də həmin əlavə məzuniyyətlər veriləcəkdir. Məsələn, 21 gün katibənin məzuniyyətidirsə də, əsas məzuniyyətidirsə də, 6 il stajı varsa da 23 gün məzuniyyət olacaq. 23 gündən sonra artıq işlədir bu insan. Yox, öhdəsində 5 uşağı, 3 və daha çox uşağı varsa da, bu zaman 5 gün əlavə məzuniyyət olacaq. Məsələn, 21 gün, 5 gündə olur 26 gün. Və yaxud da staja görə, məsələn, 12 il stajı var. Deməli, 21 gün, 4 gündə üzərinə gəlirik, 25 gün. Bu formada hesablanılır. Uşaq birliyidir, psixoloqdur və digər pedaqoji işçilər bunlar üçün 56 gündür məzuniyyət günü və əlavə məzuniyyət bunlar üçün nəzərdə tutulmur. Hesablanma qaydası bu cürdür, düstur bu cürdür. Amma bir şey də deyim, belə suallar da olur, belə suallar da gəlir. WhatsApp üzərindən və yaxud da zənglə bu suallar da verilir. Deyir ki, 5 ay analıq məzuniyyətində olmuşam, son 5 ayda, iyunun 14-nə qədər müddətli müqavilə ilə işləyibdir də. Bayaq 12 ayı dedik, amma bəzi, məsələn, elə işçi ola bilər ki, əvvəlki 12 ayı işləməyibdir. Məsələn, onda necədir? Onda da belə hesablanılır da. Tutaq ki, 5 ay işləyib də işçi və yaxud da ki, 6 ay işləyib. Bir də ay tam götürülür. Ola bilsin ki, tutaq ki, martın 15-dən işləyirsiniz, fərqi yoxdur. Məsələn, martın 10-dan işləyirsiniz. Məsələn, analıq məzuniyyətini yerinə işləyirsiniz də, müvəqqəti olaraq. Və yaxud da ki, xəstəliklə bağlı kiminsə də yerinə sizi göndəriblər işləyirsiniz. Onda necə hesablanır? Tutaq ki, 5 aydır və yaxud da 3 aydır və yaxud da 6 aydır, fərqi yoxdur. Bu zaman 5-i vururuq, yəni 5 ayı vururuq 4,66-ya. Bu cür hesablanılır. Bu aldığımız rəqəm 23 aldım. Hal-hazırda hesablayıram, 23 aldım. Aldığım rəqəm günün sayıdır. Məzuniyyət hüququ yaranan günümüzün sayıdır. Yenə də orta aylıq əmək haqqımızı bu 5 ayda toplayırıq. Yenə bölürük 5-ə. Buradan biz 5-ə böldükdən sonra 30,4-ə bölürük. Bir günlük əmək haqqımızı tapırıq. Oradan sonra da vururuq həmin bu 23 günə. Bax, bunun da düsturu bu cürdür. Aydındırmı? Başqa suallarınız olsa yenə müraciət edə bilərsiniz, yaza bilərsiniz. Onu da qeyd edim ki, bizim kursda hazırlıqlar təşkil olunur. Laborantların, katibələrin, uşaq birliyi, psixoloq, təsərrüfat müdürü, kitabxanaçı,
direktorların işə qəbulu, müavinlərin işə qəbulu və yaxud da ki, direktor və müavinlər də bilirsiniz ki, sertifikasiyaya cəlb olunacaq. Sertifikasiya hazırlığı, bütün bu istiqamətlər üzrə hazırlıqlarımız var. Bu direktor və müavinliklə də bağlı çox sual olunur ki, direktorlar və müavinlər sertifikasiyadan vəzifə üzrəmi sertifikasiyada, yəni hal-hazırda çalışdıqları vəzifə üzrəmi sertifikasiyadan keçəcəklər? Sertifikasiya sualları ona uyğunmu təşkil olunacaq? Yoxsa ixtisasları nədir? Məsələn, biologiyadır, tarixdir, fizikadır. Yoxsa ondan mı sertifikasiyaya gedəcəklər? Düzdür, bununla bağlı rəsmi açıqlama hələ ki yoxdur, rəsmi formada açıqlama yoxdur. Amma çox güman ki, çox ehtimal ki, vəzifədən olacaq suallar. Yəni, təhsil qanunvericiliyi, əmək qanunvericiliyi, məntiq, İKT. Məsələn, direktorlar üçün ehtimal var ki, əmasdan sual olsun, şagird məzundan sual olsun. Bilirsiniz ki, bunlar hamısı direktorların işlətdiyi sistemdir də. Belə, ümumiyyətlə, sertifikatlaşdırma nədir? Sertifikatlaşdırma, ümumi təhsil müəssisələrində olan çalışan pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin ölçülməsidir. Peşəkarlıq da əgər bugünkü günü direktor və yaxud da müavin işləyirsinizsə də, sizin peşəkarlığınız onun üzərindən yoxlanılacaq. Əlbəttə ki, ehtimal var ki, məsələn, müavinlər olsun, direktorlar olsun və bu da əslində olmalıdır ki, kurikulumdan, təhsil proqramından da suallar ola bilər ki, olsun. Çünki bir direktor və yaxud da ki, müavin fərqi yoxdur. Bütün təhsil işçiləri pedaqogikadan, metodikadan əlbəttə ki, xəbərdar olmalıdır. Ən azından dərs dinləmədə, məsələn, olurlarsa da, dərs dinləməni necə müşahidə edə bilər bir direktor? Əgər metodikadan, pedaqogikadan o qədər də geniş biliyə sahib deyilsə də, necə dərs dinləmə təşkil edə bilər? Buna görə də bu da ehtimaldır. Yeri gəlmişkən bununla bağlı da istədim ki, məlumat verəm. Və yaxud da ki, kitabxanaçıların əgər attestasiyası, sertifikasiyası, məsələn, kitabxanaçıların olacaqsa da, əlbəttə ki, onun vəzifəsi üzrə olacaq. Yəni, kitabxanaçılıq üzrə hansı peşəkarlıq səviyyəsinə malikdir, o qiymətləndirilir. Ona görə də o istiqamətdən də imtahan olacaq. Belə, uğurlar hər birinizə. Bütün bu istiqamətlər üzrə hazırlaşmaq istəyirsinizsə də bizə müraciət edə bilərsiniz. Əlaqə nömrəm də YouTube kanalında da qeyd olunub. Əslində qruplarımızdan da bilirsiniz. 050 859 34 81 nömrəsi ilə əlaqə saxlamaqla qruplarımızda qeydiyyatdan keçə bilərsiniz qruplarımıza. Uğurlar hər birinizə. İmkan olduqca izahlar göndərirəm YouTube kanalında və ən çox hansı suallar verilir, onun üzərindən izahlar göndərməyə çalışıram. Uğurlar hər birinizə.